Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U14 Liqası Baku Sporting zirə görüşünü sizlərə təqdim edirik. Birinci turun görüşləridir. Artıq mövsümün ikinci yarısına start verildi. İnanırıq ki 2026-cı ildə daha gözəl görüşləri sizə təqdim edəcək. Zirə Baku Sporting. Hörmətli tamaşaçılar, qeyd edim ki, bugünkü görüş sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Komandaların heyətinə keçməmişdən əvvəl oyunu idarə edən hakimlərlə sizi tanış edirəm. Baş hakim Xəlil Xəlilov, ona kömək edir Fəroz Əliyev və Təmin Cəlilbəyli. İlk nömrədə qonaq komanda Baku Sportingdən. Başlayaq. Qapıda 1 Aslan Həsənov, 2 İbrahim Məmmədov, 4 Səid Axundzadə, 3 Səid Axundzadə, 4 Əli Seyfullah, 5 komandanın kapitanı Arif Həsənli, 6 Xan Əliyev, 9 Amin Qalayev, 10 Rüfət Həsənov, 16 komandanın yeni transferi Fərid Kazımzadə, 41 Harun Cabbar, 88 Sübhan Hüseynli. Komandanın məşqçisi isə Hüseyn İskəndərovdur. Meydan sahibi zirədə belədir. Heyət qapıda 1 nömrə Hüseyn Qurbanov, 2 Vali Hüseynli, 4 Süleyman Zeynalov, 9 Yusif Rizvanov, 10 Bəhram Bəhramov, 11 Muhammed Məmmədzadə, 16 Natiq Əliyev, 20 İdrak Həsənzadə, 44 Səid Əliyev, 66 Əli Vəlizadə, 99 Emil Abbaslı. Baş məşqçi Niyazi Rızayevdir. Baku Sporting oyuncuları outdan topu oyuna daxil etdi. Növbət dəfə out atışını qonaq komandanın futbolçuları yerinə yetirəcək. Hörmətli tamaşaçılar, qeyd edim ki 2025-ci ilin sonuncu görüşü də Baku Sporting'in oyununu sizlərə təqdim etmişdik. Sağdan geriyə qapıya doğru ötürmə. Baku Sporting Qarabağ görüşü sizlərə Gol TV'də təqdim olmuşdu. Çox gözəl və baxımlı futbol izləmişdik. Həmin oyunda 2-2'lik bərabərlik qeydə alınmışdı. Görək bugünkü oyunda komandaları nə ilə yətdə qalacaq. Bəhram Bəhramov Gol TV'yə yaxşı tanış olan bir oyuncudur. Yenidən Bəhram əli ilə oynayır, amma zirəlilər topu yenidən qazanan İdrak. Əli onun hücumu böyütməsinə mane olur. Bəhram top meydana tərk eləmədi. Hörmətli tamaşaçılar, qeyd edim ki, Baku Sporting'in heyətində bugünkü oyunda böyük itki var. 70 nömrəli futbolçu Murad Şahbazadə bugünkü oyunu qırmızı vərəqə cəzası olduğu üçün buraxmalı olur. Qarabağ ilə oyunda 2 ardıcıl sarı vərəqə ilə cəzalandırılmışdı. Zirəlilər sol cinahdan hücum qurmağa çalışır. Emildən gözəl hərəkətlər. Kapitan Arif hücumun böyüməsinə mane olur. Əliyə doğru ötürmən Rüfət istiqamətin Rüfət Həsənov solda irəli, artıq cərbə meydançasında yerdə qalır və hakim qapıya penalti təyin edir. Görüşün 7-ci dəqiqəsində Baku Sporting penalti vurmaq imkanı qazanır. Səid Əliyev burada qayda uzun sürətdə qalmışdı. Zərər çəkmiş, özü yerinə yetirəcək. Qeyd edim ki, Qarabağ ilə oyunda hər iki qolun müəllifi məsələ 10 nömrəli Rüfət Həsənov idi. Xəlil Xəlilov
işarəsini verəcək və artıq zərbə vurmaq olar qapıya. Zərbə və qapıcı Hüseyin Qurbanov əla reaksiya göstərir, komandasını qoldan xilas edir. Güncən zərbə ilə Baku Sporting topu oyuna daxil edəcək. Komanda yoldaşları Hüseyini təbrik edir. Çox gözəl, əla qurtarış ilə yadda qalır. Seyid sol cinahdan içəriyə doğru ötürmə, qapıya zərbə vurmaq lazımdır. O qədər də təhlükə olmayan zərbə indirilir. Amma hakim növbət dəfə, bu dəfə sağ cinahdan ikinci zərbəsi təyin edir. Cəlmə zərbəsindən Harun Cabbar topu oyuna daxil edəcək. 3 nəfər var canlı sətdə. Harundan qapıya zərbə, top canlı sətdə deyərək meydan təkidir. Aslan Həsənov topu qüvvətli zərbə ilə irəli vurur. Baku Sporting. Amin Qalayev yerdə qalır. Bəli, hakim davam işarəsini göstərir. Bir anlıq qayda pozuntusu qeydə alınacağını gözləyirdim. Süpan. Emil. Fərid Kazımzadə. Geriyə oynuyor kapitan. Sağdan Baku Sporting. İçəriyə doğru ötürmə Rüfət istiqamətinə. Qapıya yox, zərbə olmaq alamır. Fəriddən Lazı hərəkəti qapı istiqamətinə. Zərbə, amma istədiyi zərbəni vura bilmir. İzrəlilər indi sürətli əks hücuma çıxmaq üçün əla bir imkan qazanmışdı, amma Harun buna mane olur. Daha bir qüvvətli zərbə ilə top irəli göndərilir. Yusif istiqamətli, Yusif keçdi rəqbini, qapıya zərbə, qapıcı Aslan Həsənov yaxşı oynayır. Komandasını qoldan xilas edir. Təhlükəli zərbə idi. 53 zərbəsi ilə top oyuna daxil edəcək. İçəriyə yox, burada topa toxunmaq mümkün olmur. Rüfət rəqibinə keçməyə çalışır. Geriyə Seyid. Bəhram topu rəqibdən uğurlamağı bacarır. Komandanın 10 nömrəli futbolçusu sol cinaha doğru ötürmə və qayda pozulur. İbrahim Köbud oynayır bu epizod. Hakim İbrahimi sarı vərəqə ilə cəzalandıracaq. Təhlükəli nöqtədən Əli Vəlizadə cəlmə zərbəsi yerinə yetirəcək. Hakimdən işarə gəlir. Qapı istiqamətinə zərbə, amma o qədər də təhlükəli alınmır. Güncən zərbə ilə Səyid Axundzadə topu oyuna daxil etməlidir. İçəriyə doğru ötürmə. Fərid geriyə oynayır. Qapı istiqamətinə təhlükəli zərbə izləyirik. Fərdin qarşısında 2 rəqib var idi. Ona görə istədiyi zərbəni vura bilmir. Və beləliklə ikisi başa çatır. Hörmətli futbol azarkeşləri qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Artıq ikinci hissə başladı. Zira Baku Sporting ilk hissədə çox təəssüf istəyirə bildirmək istərdik ki, qapılara qol vurulmadı. Bilirsiniz ki, Gol TV-nin bəzəyi qoldur. Xüsusilə də qarşılıqlı qollar izləyəndə həqiqətən həm Gol TV üçün, həm də futbol azarkeşləri. Rüfət sol cinahdan sürətlə içəriyə daxil olmağa çalışır da ötürmə verir Amid. Amiddən qapıya zərbə, təhlükəli, amma daha çətin olanı edir. Qapının yanında kiçik qapıya dəqiq zərbə indirir. Məsələn, Araz Əhmədov da buna işarə verdi ki, bu epizodda Amin daha çətin olanı etdi.
İleriyə doğru sürmə, kapitan. Hörmətli tamaşaçılar, qeyd edim ki, bugün İleriyə sağ cinaha doğru sürmə, Sübhan. Sübhandan içəriyə heç kim topa toxunuş edə bilmir. İkinci hissədə Baku Sportingin heyətində oyuncu dəyişikliyi baş verdi. Fərid Kazımzadə zədələnərək meydanı tərk etdi. Onun yerinə isə Gol TV'nin simpatiya bəslədiyi Kamran. Hal-hazırda top ondadır. Meydançaya daxil oldu və sağla qapı istiqamətinə zərbə indirir. Düşüncə yaxşı idi, amma top yaxın məsafədən qapı dirəyinə dəydi. Cərmə zərbəsindən Zirəlilər başlamalıdır. Süleyman Aslan dərhal topu irəli vurur. Baku Sporting soldan hücum qurmağa çalışır. Rüfət istiqamətinə yoxdur oyundan kənar vəziyyət. Həsənov artıq içəriyə daxil o qapıya zərbə və gol! Baku Sporting hesabı açır. Və nəhayət istədikləri qolu vura bilirlər. Bu dəfə də 10 nömrə, bu dəfə də Rüfət Həsənov topu qapıdan keçirir. İlk hissədə penalti qazanmışdı, amma ondan yararlana bilmir. Bu dəfə isə topu bu cür qapıdan keçirir. Gözəl qurulmuş hücum idi, Aslandan başladı və həmin qolun təkrarı bir daha bizlərə təqdim olunur. Ötən oyunda da Qarabağın qapısına bu cür qol vurulmuşdu. Kapitan Arifin əla ötürməsi idi və bu cür top qapıya daxil olur. Yaxşı yadımdadır. Manchester City'nin oyunlarında Ederson topu oyuna daxil edərkən, yəni sürətli hücum qurmağa çalışarkən dərhal irəlidə keçmiş futbolçu Sergio Agüero'nu axtarır. İndi isə Baku Sporting Ahsan Həsənov Rüfət Həsənova doğru ötürmə edilir. Daha bir keçdi rəqibinin qapıya zərbə top. Davudun zərbəsi top qapı dirəyindən qayıdır. Rüfət Həsənov burada hər şey yetdi, amma qapıya zərbə yaxşı alınmadı. Aslandan daha bir əliyə doğru türmə. Bir də qədər də Zirəlilər bərabərlik qolunu vurmağa çalışırlar. Əliyə doğru türmə. Əli Yaqublu istiqamətinə edilmişdi. Kamran Babazadə. Səid Xanla oynayır. Yenidən Rüfət istiqamətinə artıq. Rüfət düşərkən rəqibin 2-3 oyuncusu onun qarşısını kəsməyə çalışır. Qapıya zərbəsi Hüseyin Qurbanov. Onun təhlükəli zərbə indirməsinə mane olur. Əliyə doğru ötürmə izləyirik. Hörmətli tamaşaçılar, qeyd edim ki, Gol TV'də bugün daha 2 oyun sizlərə təqdim olunacaq. U11 liqasında Sumqayıt Lazio Baku və Turun U11 liqasında prinsipial mərkəzi görüşü Ulduz Sabah oyununu izləyə biləcəksiniz. Bugünkü oyunda stadionun vəziyyəti də o qədər də ürəkaçan deyil. Futbolçular Fətdən qapıya yox zərbə, bu dəfə ona mane olurlar. Futbolçular da bəzən meydançada istədikləri kimi hərəkət edə bilmirlər. Ümid edirik ki, yaxın illərdə ölkəmizdə uşaqlar üçün futbol meydançası tikilərək istifadəyə verirlər. Əliyə doğru ötürmə keçmir. Daha bir irəliyə uzun ötürmə izləyirik. Kamran topu özündə saxlamağı yaxşı bacarır. Ötən mövsüm Şəfanın heyətində çıxış edirdi və beləliklə görüş başa çatdı. Hörmətli futbol azarkeşləri hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Zirədə qapıcı 1 nömrə
Hüseyn Qurbanov, oyunun ulduzu isə Baku Sportingin 10 nömrəli futbolçusu Rüfət Həsənov. Sağ olun, gələn görüşlərədək.